Maduro həyat yoldaşı ilə birgə ələ keçirilib. Venezuela prezidenti Nicolas Maduro həyat yoldaşı ilə birgə ələ keçirilib və ölkədən çıxarılıb. Gözaltı Qafqaz Infoya istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trump Truth Social sosial şəbəkə hesabında yazıb. ABŞ liderinin sözlərinə görə ölkəsi Venezuelaya geniş miqyaslı zərbə endirib. O bildirib ki, əməliyyat ABŞ-ın hüquq mühafizə orqanları ilə birgə həyata keçirilib. Trump məsələ ilə bağlı detalların daha sonra açıqlanacağını da əlavə edib. Xatırladaq ki, bugün Venezuelanın paytaxtı Caracasda bir neçə partlayış baş verib. CBS News-un jurnalisti Jennifer Jacobs, ABŞ prezidenti Donald Trump'ın Venezuelada obyektlərə zərbə endirmək barədə göstəriş verdiyini bildirib. Daha sonra Ağ Ev Caracas'a zərbə endirildiyini təsdiq edib. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalın.